120 manat iftar menüsü olar. Bəlkə də bu qiymət kiməsə qəbuldur. Amma şəxsən mənə görə bu ultra bahaçılıqdır. Belə yerlərdən uzaq durub yaxınlaşıram daha münasib qiymətli məkana. Bura şəhər panoramalı Zəncəfil restoranıdır. Bu məkanın iftar menyuları məşhurdur. Yəni iftara gələn adama 3 cür menyu təklif olunur. Bunlar toyuq, quzu və dana əti ilə hazırlanan menyulardır. Hər birində sulu yemək, məzələr, salatlar, isti qəlyanaltı, ana yemək, içkisi və sonda çayla deserti də öz yerində. Toyuqlu menyu 33, quzu əti ilə 37, dana əti ilə verilən menyu isə bir nəfər üçün 39 manatdır. Ola bilər ki, qiymətlər kiməsə görə baha hesab oluna bilər. Amma elə yerlər var ki, bura oradan ucuz. İftara kababla başlamaq olmaz. Birinci sup lazımdır. Zəncəfilin keyfiyyətinə çoxları bələddir. Adamın üstə Allah var. Yeməkləri həqiqətən ləzzətlidir. Bir də burada qeyri-adi bir düyü növü ilə tanış olduq. Arpa şəhriyar düyüsü eşitmisiniz? Şəxsən mən eşitməmişdim və ilk dəfə yoxlamış oldum. Bu arada desert açıq bufetdən seçilir. Bunu da bildirim ki, xəbəriniz olsun. Prospektdə açılan panoraması var. Ona görə də bura çox gəlirlər. Məkan iftar və imsak saatlarında işləyir. Namaz otağı var. Bura City Park Mall'un 3-cü mərtəbəsində yerləşir. Ailəvi gediləcək bir məkandır. Yadda saxlayıb baş çəkməyə dəyər. Allah orucunuzu qəbul eləsin. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.